Bismillahirrahmanirrahim. Kainatın nəhəngliyi qarşısında insan özünü çox vaxt kimsəsiz, gücsüz bir zərrə kimi hiss edir. Biz bəzən elə bilirik ki, o böyük boşluğun içində səsimiz heç yerə çatmır. Lakin Allahın zaman içində gizlətdiyi elə sirlər var ki, o anlarda bir zərrənin fəryadı bütün gökyüzünü lərzəyə gətirə bilir. Biz bugün o anların ən böyüyünə, Ramazan ayının ilk 10 günlüyünün zirvəsinə, 10-cu günə çatdıq. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Ramazan ayını 3 hissəyə bölərək buyurmuşdu. Onun əvvəli rəhmət, ortası məğfirət, yəni bağışlanma, sonu isə cəhənnəmdən xilasdır. Deməli, bugün rəhmət günlərinin ən pik nöqtəsi, ən son möhrüdür. Əziz və dəyərli izləyicilər, siz heç gecənin ən qaranlıq vaxtında, imsakda oyanıb, mənim dərdimin həlli yoxdur deyə ağlamısınızmı? Artıq bütün qapılar bağlandı deyib təslim olmusunuzmu? Bugün sizinlə o qapıları qıran, imsakın sükutunda Rəbbə ünvanlanan və əsla heç bir vəclə geri qaytarılmayan o qədim duaların şifrəsini açacağıq. Bugün sizə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin məsciddə gizlicə dinlədiyi və bu adam Allahın ən böyük adı ilə dua etdi, mütləq qəbul olunacaq dediyi o qorxunc dərəcədə güclü duanı öyrədəcəyəm. Ramazanın 10-cu gününə xas olan, insanı təvəkkülün ən uca zirvəsinə qaldıran o xüsusi mətni kəlmə-kəlmə təhlil edəcəyik. İmam Əlinin gecənin zülmətindəki Məvlaya ya Məvlaya münacatının sarsıdıcı fəlsəfəsini eşidəcəksiniz və çarəsizlikdən gözləri kör olmuş bir səhabəyə Rasulullahın öyrətdiyi dərhal möcüzə yaradan, gözləri açan duanı kəşf edəcəksiniz. Ramazanın 10-cu günü imsaka oyananda bir stəkan su içib pəncərədən o kimsəsiz, qaranlıq gökyüzünə baxarkən biz Allahdan pul, mal, mülk istəmirik. Biz 10-cu günün duasında elə bir şey istəyirik ki, o veriləndə dünyanın bütün sərvətləri insanın ayaqları altına sərilsin. Gəlin bu mübarək duanı birlikdə oxuyaq və içindəki o psixoloji şifrələri açaq. Allahümmə cəlni fihi minəl mutavakkilinə aleyk. Yəni, Allahım, bugün məni yalnız və yalnız sənə təvəkkül edənlərdən, işini sənə həvalə edib güvənənlərdən qərar ver. وَجْعَلْنِي فِيهِ مِنَ الْفَائِزِينَ لَدَيْكِ və məni sənin huzurunda uğur qazananlardan, qalib gələnlərdən və nicat tapanlardan eylə. وَجْعَلْنِي فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكِ və məni özünə ən yaxın olanlardan, müqərrəblərdən qərar ver. بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ öz lütfün və yaxşılığın xatirinə, ey axtaranların və istəyənlərin çatacağı ən son məqsəd. Fikir verin, birinci şərt təvəkküldür. İnsanoğlunun ən böyük problemi odur ki, imsakda dua edir, amma gündüzlər işini insanlardan, müdirlərdən, banklardan gözləyir. İçi qorxu doludur, Rəbbinə tam güvənmir. Siz bu duada deyirsiniz ki, Rəbbim, mən ipləri buraxdım. Mən öz həyatımın sükanını sənə təslim etdim. Təvəkkül edən adamın qalib gəlməməsi, uğur qazanmaması mümkündürmü? Xeyr. Ona görə də duanın ardınca dərhal faizin, yəni qaliblər məqamı gəlir. Gecə vaxtı Allaha necə sığınmağın sirrini İmam Əli qədər dərindən anlayan və anladan ikinci bir şəxs bəlkə də yoxdur. İmam Əli əleyhissalam Küfə məscidində gecənin sükutunda Rəbbinə fəryad edərək belə səslənirdi. Məvlaya ya Məvlaya, əntəl xaliqu və ənəl məxluq. Yəni, ey Mevlam, ey sahibin, sən yaradansan, mən isə yaradılmış bir zərrəyəm. Yaradılmışa yaradanından başqa kim rəhm edə bilər? Məvlaya ya Məvlaya, əntəl qaviyyu
ve ene'z-zayıf ve hal yerhamu'z-zayıfe illa'l qaviy. Ey Mevlam, sen sonsuz qüdrət sahibisən, mən isə zəifəm. Zəifə o qüdrətlidən başqa kim rəhm edər? Subhanallah. Bu fəlsəfənin dərinliyinə baxın. İmam Əli Allaha demir ki, mən yaxşı adamam, çoxlu ibadətim var. O deyir ki, ya Rəbbi, mən acizəm, mənim səndən başqa kimim var? Əziz izləyicilər, imsak vaxtı səccadəyə oturduğunuzda qılıncınız, qalxanınız, pulunuz keçərsizdir. Orada işləyən tək silah, acizliyinizi səmimiyyətlə etiraf edib tökdüyünüz o bir damla yaşdır. O yaş axdığı an Rəbbinizin mərhəməti hərəkətə keçər. Bəzən insan şübhəyə düşür. Mən bu qədər günah etmişəm. Əllərimi qaldırsam Allah məni rədd edərmi? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm şeytanın içimizdə atdığı bu vəsvəsəni elə bir səhih hədislə darmadağın edir ki, bunu eşidən adamın Allaha olan eşqi 1000 qat artır. Bir gün Resulullah sallallahu aleyhi və alihi və səlləm bizə tərəf dönüb çox təsirli səslə buyurdu. Həqiqətən sizin Rəbbiniz çox həyalı və çox kərimdir, yəni sonsuz cömərtdir. Bir bəndə əllərini ona doğru göyə qaldırdığı zaman, Allah o əlləri bircə dəfə də olsun boş və naumid geri qaytarmaqdan həya edər. Allahu Ekber. Kainatın yaradıcısı, galaktikaların sahibi olan Allah, gecə, imsakda, evinin qaranlıq bir küncündə boynunu büküb, əllərini qaldıran o kiçik qulunu rədd etməkdən utanaram deyir. Mən kəriməm, mən qüdrətliyəm, bu qulumun məndən başqa gedəcək qapısı yoxdur. Mən onun əllərini necə boş qaytarım deyir. Siz bu qədər sevgi dolu, bu qədər mərhəmətli bir Rəbbə dua edirsiniz. İmsakda oyananda əllərinizi göyə qaldırmaqdan əsla utanmayın. Çünki Rəbbiniz sizi rədd etməkdən həya edir. Bəs insan ən dar günündə, artıq mümkün deyil deyilən bir problemlə qarşılaşanda hansı duanı etməlidir? Müsnəd Əhməd və Səhih Əl-Tirmizidə rəvayət edilən bu tarixi hadisə, mümkünsüz sözünün İslamda olmadığını sübut edir. Bir gün gözləri tamamilə kör olmuş bir adam, Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin huzuruna gəldi. Adam çox kədərli idi. O, Allaha yalvarmaq üçün ən doğru vasitəni axtarırdı. Dedi, ya Rəsulallah, gözlərim görmür, həyatım zülmətə dönüb. Mənə bələdçilik edəcək kimsəm yoxdur. Allaha dua et ki, mənim gözlərimi mənə qaytarsın, mənə şəfa versin. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ona qısa bir cavab verib göndərə bilərdi. Amma o, bu adama qiyamətə qədər bütün çətinliyə düşən bəndələrin istifadə edəcəyi bir metod öyrətdi. Rəsulullah buyurdu, əgər istəyirsənsə dua edim, amma əgər səbr edərsənsə, bu sənin axirətin üçün daha xeyirlidir. Adam qətiyyətlə dedi, ya Rəsulallah, mənim doğrudan kimsəm yoxdur, mənim üçün çox çətindir, mənə dua öyrət. O zaman Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ona bu konkret əmri verdi. Get, gözəlcə bir dəstəmaz al. Sonra 2 rükət nafilə namaz qıl. Namazdan sonra əllərini qaldır və tam olaraq bu duanı et. Ən çətin probleminiz olanda imsakda bu duanı oxuyun. Allahümmə inni əs'əlukə və ətəvəccəhu iləykə binəbiyyikə Muhammedin, nəbiyyir rəhmə, yəni Allahım, mən səndən istəyirəm və sənin rəhmət peyğəmbərin olan Muhammed sallallahu aleyhi və alihi və səlləm vasitəsilə sənə yönəlirəm. Ya Muhammed, mən bu ehtiyacımın, bu dərdimin həll olunması üçün sənin vasitənlə Rəbbimə yönəlirəm. Allahım, onun, yəni Rəsulullahın mənim üçün etdiyi bu şəfayəti qəbul et. Hədisi rəvayət edən səhabə deyir ki, Allaha and olsun, biz hələ məclisdən dağılmamışdıq ki, çox qısa bir müddət keçmişdi ki, o adam gəldi. Onun gözləri tamamilə açılmışdı və sanki heç vaxt kör olmamış kimi aydın görürdü. Allahu Ekber! Bu mənim dərdimin dərmanı yoxdur deyənlərə bir şapalaq deyilmi? Gecənin o saatında 2 rükət namaz
və rəhmət peyğəmbərini Allaha vasitə edərək edilən dua təbiət qanunlarını belə dəyişir. Duaların geri çevrilməməsi üçün istifadə olunan ən gizli açar İslam tarixində İsmi Əzəm, yəni Allahın ən böyük adı kimi tanınır. Alimlər illərlə bu adın hansı olduğunu araşdırıblar. Çünki hədislərdə qeyd olunur ki, əgər bəndə Allahı bu adla çağırarsa, Rəbb dərhal cavab verər və istəniləni bəxş edər. Bəs bu ad nədir? Biz imsakda Allaha necə səslənməliyik ki, mələklər səsimizi dərhal ərşə çatdırsın? Bu sirrin cavabını bilmək üçün Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin təsadüfən məsciddə şahid olduğu o böyük hadisəyə diqqət etməliyik. Səhih Əl-Tirmizi və Əbu Davudda Abdullah ibn Bureydə öz atasından belə rəvayət edir. Bir gün atam Peyğəmbərimizlə birlikdə məscidə daxil oldu. Gecə vaxtı səhərə yaxın bir zaman idi. Baxdılar ki, kənarda bir nəfər tək başına namaz qılır və namazın sonunda əllərini göyə qaldırıb Allaha çox dərin bir fəryadla dua edir. Adamın etdiyi dua o qədər möhtəşəm idi ki, Rəsulullah ayaq saxlayıb diqqətlə onu dinləməyə başladı. Adam belə dua edirdi. İmsakda hər şeydən əvvəl bu sözləri deməyi əzbərləyin. Allahumma inni əs'əluka və ətəvəccəhu ileykə biənnəkə əntallah. Yəni, Allahım, mən səndən istəyirəm, çünki sən Allahsan, la ilahə illə ənt, əl-əhəd, əs-saməd. Səndən başqa heç bir ilah yoxdur. Sən əhədsən, təksən və sən samədsən. Yəni, heç kimə və heç nəyə möhtac deyilsən, amma hər şey sənə möhtacdır. Əl-ləzi ləm yəlid və ləm yuləd. O Allah ki, doğmamış və doğulmamışdır. Və ləm yəkun ləhu kufuvan əhəd. Və heç kim və heç nə ona tay, bərabər ola bilməz. Adam bu etirafı etdikdən sonra öz dərdini və istəyini Allaha söylədi. Peyğəmbərimiz bunu eşidən kimi təbəssüm etdi və yanında duran Büreydeyə dönüb, qiyamətə qədər bütün müsəlmanlara zəmanət verən o müjdəni elan etdi. Canım əlimdə olan Allaha and olsun. Bu adam Allahdan onun ismi əzəmi, yəni ən böyük adıyla istədi. O ad ki, onunla istənildikdə Allah mütləq verər və o adla dua edildikdə Allah mütləq qəbul edər. Baxın, bu sözlər sıradan sözlər deyil. Bu, İxlas surəsinin təfsiri və insanın Allaha tam təslimiyyətidir. Siz imsak vaxtı, çöldə sükutkən, ac susuz otağınızda əllərinizi açıb, Rəbbim, sən samədsən, mən isə möhtacam, sənə tay olan yoxdur, mənimsə səndən başqa gedəcək qapım yoxdur deyəndə, göyün 7-ci qatındakı qapılar sizin üçün açılar. İndi dərindən bir nəfəs alın və ürəyinizdəki o dağ boyda yükləri, çarəsizlikləri Rəbbinizə təhvil verməyə hazırlaşın. Gözlərinizi yüngülcə qapıyın. Özünüzü 10-11-ci əsrlərin o qədim, sirli atmosferində, daş divarlı hücrənizdə təkbaşına imsak vaxtında təsəvvür edin. Bu gecə Ramazanın 10-cu günüdür. Rəhmətin zirvəsi və bağlanmış qapıların sındığı gecə. Birincisi, həya edən Rəbbə sığının. Peyğəmbərimizin Rəbbiniz əlləriniz boş qaytarmaqdan həya edər sözünü xatırlayın. Qorxularınızı bir kənara atın, əllərinizi o sonsuz cömərdliyə qaldırın. İkincisi, gözləri açan möcüzəni düşünün. Sizin probleminiz o kör adamın dərdindən daha böyük deyil. Sənin rəhmət Peyğəmbərin, Muhammed sallallahu aleyhi və alihi və səlləm vasitəsilə sənə yönəlirəm deyin və Allahdan ən imkansız görünən o dərdin dərmanını istəyin. İkincisi, ismi əzəmlə fəryad edin. Sən əhədsən, sən samədsən, mən sənə möhtacam deyin. İmam Əlinin münacatı kimi, acizliyinizi etiraf edib, tək silahınız olan göz yaşınızı cəsarətlə axıdın. Məni təvəkkül edənlərdən və qalib gələnlərdən et duasını pıçıldadın. Siz kainatın içində kiçik bir zərrər ola bilərsiniz. Amma o zərrənin içində Rəbbinə imanla döyünən nəhəng bir qəlb var. Əgər bu video sizin imsakınıza yeni bir inam, gecələrinizə nur və dualarınıza sarsılmaz bir qüvvət gətirdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, bu mübarək Ramazan günlərində
mənəvi səfərimizə qırılmadan davam edək və rəy bölməsində bu gecə imsak vaxtı ismi əzəmlə Allaha sığınacağınıza və təvəkkül edəcəyinizi niyyət etdiyinizi bildirmək üçün bu cümləni yazın. Ya Əhəd, ya Saməd, bizi imsakın qaranlığında sənə yalvaran, duaları geri qaytarılmayan və sənə təvəkkül edən qullarından eylə. Oruclarınız qəbul, dualarınız müstəcab, qəlbiniz daima fərəhli olsun. Allahümmə salli alə seyyidinə Muhammedin və alə əli seyyidinə Muhammed. Hələlik, Allah amanında.